Türkiyədə az gəlirlilər üçün 1 manat 80 qəpiyə 4 qab yemək. Bu təklifi verən yeməkxanalar niyə Türkiyədə gerçək olub, Azərbaycanda isə yox? İzah edirik. Kənd lokantası kimi adlanan sosial layihə çərçivəsində kasıb vətəndaşlar ucuz və sağlam qida ilə təmin olunur. Bu yeməkxanalar Türkiyədə 2022-ci ildə İstanbul meri Əkrəm İmamoğlu'nun təşəbbüsü ilə açılıb ki, bu şəxs hazırda korrupsiya ittihamı ilə həbsdədir. İstanbulun ucuz şəhər yeməkxanalarının xərcləri bələdiyyələrin hesabına və onların tabeliyində olan Sosial Xidmətlər Dairəsinin təşkilatçılığı ilə qarşılanmaqdadır. 2022-ci ildə azgəlirli İstanbullular üçün ilk belə restoran ümumi büdcədən 2 milyard lirə, təxminən 89,4 milyon manat ayrılmaqla açılıb. Bir çox insanın iş yerinə çevrilən bu məkanların sayının 40-a çatdırılması planlanır. Minimum gəlirə sahib vətəndaş belə bu restoranda 3 dəfə qidalana bilir. Bakı bələdiyyələrinin ümumi gəliri İstanbul Bələdiyyəsinin büdcəsindən təxminən 900 dəfə azdır. Doğrudur ki, şəhərin əhali sayını müqayisə etsək, Bakıda say İstanbuldan 7 dəfə azdır. İstanbul Bələdiyyəsinin büdcəsindən bir vətəndaşa ayrılan vəsait Bakı Bələdiyyəsi ilə müqayisədə 130 dəfədən artıqdır. Bakıda bələdiyyələr əhaliyə günə yalnız 2 qəpik xərcləyə bilərsə, İstanbulda azı 3 manatdır. 2024-cü ildə Bakının bələdiyyələrinin 20 milyon manatlıq büdcəsinin yarısı vətəndaşlardan yığılan müxtəlif adda ödənişlərdən formalaşıb. Eyni ildə dövlət büdcəsindən bələdiyyələrin hər birinə 5 min olmaqla ümumən 8 milyon manat ayrılıb. Əziz izləyici, səncə Azərbaycanda 2 manata 4 boş qab yemək verən restoran necə gerçək ola bilər?